O nerede istedi? Hakikaten istedi. Bana gelir. O da adamın alını vurur. Orada qaynıyor suda. O su qaynayır da. Var yanırdı. Quyunun suyu pastiyanı bura sərin olub, bumbu su verib. 3-4 gündür isti su verir quyu. Çox belə qəribə bir şeydir. Çay dəmliyib içirdik, belə də var istifadə edirdik, bağımıza, zadımıza, hər şeyə istifadə edirdik. Suyu da çox gözəl idi, şəffaf suyu var idi, sərin suyu var idi. Məhəllədə də maraqlanmışıq, bizim evin yanındakı evlərin quyularına maraqlanmışıq. O quyuların suları sərindir. Amma bizim quyunun suyu istidir. Amma Uşaqlıda biz bu quyuda su içmişik. Çox sərin, belə bulaq suyu kimi. Amma belə bir halda indi bir görürsünüz də, özünüz şahidsiniz. Su çox istidir. Onu içmək də olar. Bu nədəndir bu? İndi adam baş çıxarda bilmir, amma siz də şahidsiniz. Belə bir Ümumiyyətlə məhəllədə belə bir şey kimi rast rast gəlməmişik vallahi. Çox quyular var. Məsələn, mən 63 yaşımda məsələn belə bir şey görməmişdim. Görmüşəm, isti su var məsələn. Astara rayonunda var bu. Məsələn, çayda çıxır isti su, amma quyuda belə sərbəttə yer altında sərbət çıxar. Belə birinci dəfədir mən görürəm öz yaşımda. Sudan par çıxır. Bir daha oturun onun yanında. Takriben ne kadar istiliyorlar? Burada səfirə birəsə 40, bəlkə də çoxdur. Bəlkə də çoxdur, kurucu alət eləmək lazımdır. Bir hadəsə ayın 8-dən belədir bu. Üzümü də vur, üzümü də vur. Kimməli? Yok, tam da. Köyün evinin enində. Ama serin gelirdi, indi isti gelir. Ama komşularda yok böyle bir şey. Hayatta bu bir tane yoksa başkası var. Var, yenə bir dənə quyu oradadır. Bizim quyudan qabaq var, bizim bu evlərdə quyu var. Mən dedim bəlkə bu su Bunun derinliği de olabilir. 6-7 metr olar da belə dərində. Ne kadardı? 6-7 metr bəlkə çox çıxır. Biz belə şey görməmişik. 10 metreye yakın. Bunun suyu da olan deyildi. Bir dəhşət faz var. Ayaqları yox idi elə. Hamam da elə bilir. Bu deməli, bura 60 neçə ilin quyusudur. Bunun suyu həmişə bu bura o 3 gün olur. 5-6 gündür belə gəlir, fabrikət belə bu su gəlir. Burada yaxşı göstərir. Bizə məlumat verildi ki, Lənkəran rayonunun Qərmətik qəsəbəsində belə bir quyudan isti su çıxır. Biz də gəlmişik, həqiqətən doğrudan da şahidi olduq ki, burada isti su çıxır quyudan. Nümunə götürmüşük, laboratoriyaya göndərəcəyik. İnşallah yoxlayıb nəticəsimizə məlumat verəcəyik. Dağlarda, bizim ərazidə sönməyən vulkanlar var. Onun nəticəsində ola bilər. İndi yenə 2-3 günə indi Hasan olduğun məlumat veriləcək. Yəqin ki, bu quyu artıq istifadəyə yararsız olacaq. Yeni quyu qazılmalıdır. Çünki bu sudan istifadə etmək olmaz.